Buraxılışımız davam edir. İsti günlərdə günəşin şüasından necə qorunmaq olar? Yaxud günəş şüasının təsirləri özünü insanda necə biruzə verir? Və bu zaman nə etmək lazımdır? Bütün bu suallara indi sizə təqdim edəcəyimiz sujetdə cavab axtarılıb. Yevlaxda həddindən artıq Aran rayonu olduğu üçün həddindən artıq istilər çoxdur, amma yenə də ki istifadə edirik. İndi Mərkəzi Aran bölgəsində belə çətirlərdən istifadə edən insanlara çox rast gəlinir. Məqsəd günəşin şüalarından qorunmaqdır. Yevlax Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Çingiz Baxşəliyev deyir ki, günəş şüasının təsiri nəticəsində insanlarda qan dövranı pozulur. Bu zaman insanda zəiflik, ürəkbulanma, baş gicəllənmə, qulaqlarda küy, təngi nəfəslik, nəbzin tezləşməsi, üşütmə, qusma halları baş verir. Bədəndə temperatur 40 və daha artıq dərəcəyə yüksəlir. İnsanlarda gün vurma halları qeydə alınır. Çingiz Baxşəliyev bildirir ki, bunun qarşısı vaxtında alınmazsa, insan qıcolma və huşunu itirmə halları ilə rastlaşa bilər. Belə insanlara yardım göstərmək üçün birinci gərək bunları isti yerdən kölgəli yerə, bir sərin yerə çəkmək lazımdır. İkinci, bunların mütləq paltarı deməli sadələşdirilməlidir. Yəni sıxıcı, əyində əgər bunun paltarı sıxıcıdırsa, bunları çıxarmaq lazımdır. Sonra məsləhət görülür ki, soyuq su ilə isladılmış dəsmal alnına, müəyyən qoltuq altına, müəyyən sahələrə deməli bu vurulmalıdır ki, sərinləşdirici bir tədbir olsun. Çingiz Baxşəliyevin sözlərinə görə gün vurmaya əsasən uşaqlarda və yaşlı insanlarda rast gəlinir. Elnar İbrahimova, Rafil Fərhadlı, Ramin Ələskərov, Yevlax.